Heç düşünmüsənmi? Bu sonsuz kosmos haradan gəlib? Milyardlarla galaktika, saysız hesapsız ulduzlar, mükəmməl nizam, bütün bunlar sadəcə təsadüfdürmü, yoxsa arxasında böyük bir yaradıcı varmı? Salam dostlar, siz Az Kosmo kanalındasınız və bu kanalımızın ilk videosudur. Bu videoda birlikte çok büyük bir sualın cevabını axtaracağıq. Kainatı kim yarattı ve niye milyonlarla insan inanır ki bu kainatı Allah yaradıb? Gəlin hər şeyin əvvəlinə qaydaq. Alimlərin böyük əksəriyyəti razıdır ki, kainat bir başlanğıca malikdir. Bu başlanğıc elmdə böyük partlayış, yəni Big Bang adlanır. Təxminən 13,8 milyard il əvvəl kainat yox dərəcəsində kiçik, çox sıx və çox isti bir nöqtədən yaranmağa başladı. Burada maraqlı bir məqam var. Qurani Kərimdə müasir elmdən təxminən 1400 il əvvəl belə buyrulur. Məgər kafirlər görmürlərmi ki, göylər və yer bitişiyidir, biz onları ayırdıq. Ənbiya surəsi 30-cu ayə. Bu ayə açıq şəkildə kainatın əvvəldə bir bütöv olduğunu və sonra ayrıldığını bildirir. Bu isə böyük partlayış nəzəriyyəsi ilə çox güclü uyğunluq göstərir. Bəs bu partlayış təsadüfi idimi? Düşünün, əgər kainat bir saniyə tez və ya gec genişlənsəydi, ulduzlar yaranmazdı. Əgər cazibə qüvvəsi biraz güclü olsaydı, kainat çökərdi. Biraz zəif olsaydı, heç nə formalaşmazdı. Bu dəqiqliyə elmdə incə tənzimləmə deyilir. Bu qədər mükəmməl tarazlıq təsadüf ola bilərmi? Quran bu haqda belə deyir. Biz hər şeyi ölçü ilə yaratdıq. Qəmər surəsi 49-cu ayə. Sonra zamanla kainatda ilk ulduzlar yarandı. Ulduzların içində ağır elementlər formalaşdı. Bu elementlər partlayışlarla kosmosa yayıldı və planetlər meydana gəldi. Bizim planetimiz Yer. Yer Günəşdən nə çox uzaqdır, nə də çox yaxın. Su maye haldadır. Atmosfer bizi qoruyur. Maqnit sahəsi Günəş şüalarını dəf edir. Bu qədər şərtin eyni anda uyğun gəlməsi inanılmazdır. Quranda buyrulur. O Allahdır ki, yeri sizin üçün beşik etdi. Sonra həyat başladı. Əvvəl sadə canlılar, sonra daha mürəkkəblər. Və nəhayət, insan. İnsan təkcə bioloji varlıq deyil. İnsan düşünür, sevir, sual verir, dua edir. İnsan yaxşı ilə pisi ayırır. Quran insanın yaradılışı haqqında belə deyir. Biz insanı ən gözəl biçimdə yaratdıq. Tin surəsi 4-cü ayə. İnsanın DNT-si bir kitab kimidir. Milyardlarla məlumat daşıyır. Bir kitab yazıcısız ola bilmədiyi kimi, bu qədər məlumat da yaradansız ola bilərmi? Bugün kosmosa baxdıqca heyrətlənirik. James Webb teleskopu milyardlarla işıq ili uzağı göstərir. Və biz görürük ki, kainat hələ də genişlənir. Quran bunu da xəbər verir. Biz göyü qüdrətlə yaratdıq və şübhəsiz ki, onu genişləndiririk. Zariyat surəsi 47-ci ayə. Bu ayə elm tərəfindən yalnız 20-ci əsrdə kəşf edilib. Bütün bunlar bizə nə deyir? Kainat təsadüf deyil. Həyat məqsədsiz deyil. İnsan başıboş buraxılmayıb. Allah Quranda belə buyurur. Məyər insan elə zənn edir ki, o başıboş buraxılacaq? Qiyamət surəsi 36-cı ayə. Bugün biz texnologiya ilə irəliləyirik, kosmosa çıxırıq, ulduzları araşdırırıq. Amma nə qədər çox bilsək,
bir o qədər anlayırıq ki, bu nizamın arxasında sonsuz elm və qüdrət var və bu qüdrətin adı Allahdır. Əgər bu video sənin qəlbində bir sual oyatdısa, əgər kosmosa başqa gözlə baxmağa başladınsa, deməli məqsədimizə çatdıq. Bu Askosmo kanalının ilk videosudur. Burada kosmosu, elmi və imanı birlikdə sadə və maraqlı dildə danışacağıq. Əgər bu mövzular sənə maraqlıdırsa, videonu bəyən, kanala abunə ol və bu videonu dostlarınla paylaş. Çünki bəzən bir video bir insanın düşüncəsini dəyişə bilər. Bizimlə qal, kosmosu birlikdə kəşf edək və yaradana biraz da yaxınlaşaq. Askosmo ilə görüşənədək.